Herkese salam. Gəlin bugün abituriyentlər tərəfindən daha çox çətinlik çəkilən və buraxılış imtahanlarında tez-tez demək olar ki, hər il, hər zona buraxılış imtahanlarında həm 9, həm 11-ci sinifə düşən sözün mövzusundan bir neçə suala baxaq. Deməli, burada bir neçə əsas məqamımız var. Biz baxırıq ki, cümləmizdə məkan verilən söz var və burada istiqamət verilən bir sözün istifadə etməliyik. Tərcüməyə baxdıqda görərik ki, we'll go to the theater. Yəni biz teatra gedəcəyik. Burada biz to sözünüsünü işlədəcəyik. At sözünüsünü yaza bilmərik, çünki at istiqamət yox, məkan olaraq dadə, yəni haradasa kimi tərcümə olunur. Və digər tərəfdə isə həftənin günü var. Lakin qarşısında yenə digər söz işlənmişdir ki, bu da zaman məzmunu daşıyan bir ifadədir. Next Saturday, yəni gələn şənbə günü. Yadımızda qalsın ki, həftənin günləri ilə söz önlərinin işlənməyində 3 məqam var. Həftənin günləri işləndikdə, cümlədə zərf olduqda, yəni zaman zərfi, onun söz önüsü ilə, qarşılarında next, last, every sözləri gəldikdə söz önüsüz və cümlədə birinci söz, yəni mübtəda olduqda və yaxud xəbər olduqda yenə söz önüsüz, yəni boş işlənəcək. Bizim doğru cavabımız olacaq E variantı. 95-ci suala baxırıq. Novruz bayram adıdır. Novruz, yəni bayram adları ilə bağlı da 3 məqam var. Bayram adları cümlədə yer zərfliyi olduqda, misal üçün ət Novruz. Biz elə qeyd etdiyim kimi ət söz önüsünü istifadə edirik. Misal üçün we eat a lot of candies at Novruz. Biz Novruzda çoxlu şirinlər yeyirik. Nə vaxt, nə zaman? Deməli, burada olacaq ət. Yenə burada dadə kimi tərcümə olunur. Söz önündə tərcüməyə fikir vermək lazımdır. Novruz günü dedikdə, Novruz tətili, Novruz ərəfəsi dedikdə konkret gün, tarix nəzərdə tutulduğu üçün on söz önüsü istifadə olunur. On Novruz day, on Novruz holiday, on Novruz eve. Novruz günündə, bayramında, ərəfəsində. Lakin cümlədə birinci və ya sonuncu söz olaraq gəldikdə, mübtəda və ya xəbər funksiyasında çıxış edərsə, burada da ilk söz olaraq gəldiyi üçün mübtəda funksiyasındadır. Deyir ki, Novruz Azərbaycanın milli bayramıdır və yaxud Azərbaycanda milli bayramıdır deyə bilərik. Biz qarşısında heç bir sözünü istifadə etmirik. Digər tərəfdən Azərbaycan ölkə adıdır. Ölkə adlarının qarşısında isə yenə zərf xüsusiyyəti daşıdıqda, yəni cümlədə harada Azərbaycanda yer zərfi olduqda in söz önüsü işlənir. Deməli, söz önləri işləyərkən həmçinin onların hansı cümlə üzvü olmağına da fikir vermək lazımdır. Bu qədər. Daha çox izahlar üçün kanalıma abunə olmağı unutmayın.